7 gündə feilin 7 zamanını öyrənirik. Gün 1. Deyəcəksiniz ki, niyə 7? Çünki gündəlik danışıqda bizə sadəcə 7 zaman lazım olur. Ən birinci zaman present simple, yəni indiki sadə zaman hər gün və yaxud da ki, müəyyən bir müddətdən bir təkrarlanan hərəkətlər üçün istifadə edirik. Gəlin like feilinə başlayaq. Yəni bir şeyi bəyənmək. Şəxslər üzrə dəyişək. I like ice cream. You like ice cream. She likes ice cream. He likes ice cream. It likes ice cream. We like ice cream. They like ice cream. Üçüncü şəxsin təkində olanda, yəni he, she, it əvəzliklərində feilin sonuna s şəkilçisi əlavə edirik. İnkar cümləsində I don't like ice cream. You don't like ice cream. She doesn't like ice cream. He doesn't like ice cream. It doesn't like ice cream. We don't like ice cream. They don't like ice cream. Üçüncü şəxsin təkində inkar cümləsində doesn't istifadə edərkən əsas feilin sonundakı s-i atırıq. Yəni ki, doesn't likes demək olmaz. Doesn't like. Ümumiyyətlə don't və doesn't istifadə edilə feilin sonunda heç bir şey gəlmir. Feil başlanğıc formada gəlir. Və sual cümləsində do I like ice cream? Do you like ice cream? Does she like ice cream? Does he like ice cream? Does it like ice cream? Do we like ice cream? Do they like ice cream? Sən isə indi deyəcəyim feilləri təsdiq cümləsində, inkar cümləsində və sual cümləsində şəxslərə görə dəyişdir. Watch, play, work. Həmin bu üç feili.